27 sentyabr Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən qəhrəmanlarımızın anım günüdür. 2020-ci ilin məhz bu günündə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq illərlə edilən haqsızlığın qisası olacaq 44 günlük vətən müharibəsi başladı. Məğrur xalqımız bizə bu şərəfli günü bəxş etdiklərinə görə qəhrəman oğulların məzarını ziyarət edərək ruhlarına öz minnətdarlığını bildirirlər. Doğma yurdumuzun azad edilməsi naminə övladını fəda edən analardan biri təəssüratlarını bizimlə bölüşdü. İsmailimlə qürur duyuram. Bir evlad kimi, bir oğul kimi. Çox qeyrətli bir oğlandı. Onun kimi burada yatan bütün oğlanlar hamısı onun kimi qeyrətli oğlanlardı. Məkanlarınız cənnət olsun, nur içində yatın. Bilirəm siz məni görürsünüz, duyursunuz. Bugünkü gündə torpaqlarımız azaddır. Bu da qürur vericidir. Amma onların ayrılığı, həsrəti çox böyükdür. AK Partiya sədri eyni zamanda şəhid qardaşı Tural Abbası bu günlə bağlı hisslərini dilə gətirdi. Bugün 27 sentyabr, yəni 20-ci ildə Azərbaycan öz haqq müharibəsinə başladı. Təbii ki, şəhidləri tək bu gün də xatırlamaq düz deyil. Biz çalışmalıyıq, hər gün şəhidlərimizi xatırlayaq, onları nümunə göstərək yeni nəslə. Çünki vətən uğrunda ən əziz şey candır ki, orada riyakarlıq yoxdur. Yəni canını verməkdə riyakarlıq yoxdur. Yəni çünki canını versən və bu şəhidlərimiz, qazilərimiz nümunə olmalıdır gəncliyə. İndiki show biznes əhli və yaxud da sosial şəbəkələrdə meymunluq eləyib məşhur olanlar yox. Bir kəlmə ilə bu bütün danışdıqlarımı yekunlaşdırsam, bir şairin bir beyti ilə desək, necə deyir? Torpaq uğrunda ölən varsa vətəndir. Yəni, indi bu şəhidlər bu torpaq parçasını vətən elədilər və biz də o vətənin qədrini bilməliyik. Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə Şərq TV açıqlamasında bu günün Azərbaycan xalqı üçün unudulmaz olduğunu vurğuladı. 27 sentyabr Azərbaycanın anım günü qeyd olunur və bu gün də həmin gündür. Bütün ölkəmizin hər bir yerində, bugün burada da şəhidlərimiz anılır, bütün xalqımız buradadır. 27 sentyabr təkcə işğal altında olan torpaqlarımızın azad olunması deyil idi. Bir millət olaraq özümüzü bütün dünyaya sübut eləməyimiz, Cənab Ali Başkomandanın ətrafında bir xalq olaraq birləşməyimiz, düşmən işğalının azad olunması idi. Mən düşünürəm ki, bugün dünya durduqca xalqımızın qəlbində yaşayacaq və bu anım gününü, bu zəfər tarixini, zəfərə gedən yolu heç bir zaman xalqımız unutmayacaq. 27 sentyabr xalqımızın yaddaşında həm kədər, həm də qürur günü kimi yaşayır. Lakin unutmayaq, şəhid qanı axmayan torpaqdan vətən olmaz.